Sabunçu vağzalı ölkəmizin ilk vağzallarından biridir. 1880-ci ildə ilk vağzallardan birinin məhz Sabunçuda tikilməsi təsadüf deyildi. O vaxtlar Bakı nefti bir çox dünya şirkətini özünə cəlb edirdi. Neftin daşınması üçünsə dəmir yolunun tikilməsi əsas şərtlərdən birinə çevrilmişdi. 80-ci illərin əvvəlində Rothschildlər bura gəlirsə, 1885-ci ildən sonra isə bura demək İngilis kapitalı gəlir və İngilislər Peterburqun bir fəxri vətəndaşı vardı, bir şah. Onun adına şirkət təsis edirlər. Nefti daşımaq üçün isə həmin o primitiv üsulla yük heyvanlarına daşınan demək yəni bu fəaliyyət qane etmirdi. Ona görə də Bakıda ilk dəmir yolunun, Sabunçu, Balaxanı xəttinin və o cümlədən Suraxanıya gedən xəttin demək inşası üçün 1878-ci ildə qərar qəbul olunur. Və bu inşa başlanır. Ümumi uzunluğu 20 kilometrdir. Bakıdan Tiflisə, oradan Batuma çəkilən dəmir yolunun vəsaiti bir qismə əgər Çar hökuməti tərəfindən ödənilirsə, digər böyük bir hissəsi Rothschildlərin demək satışa çıxardığı səhmlərdən ibarətidir. ...1926-cı ildə ilk elektrikləşdirilmiş dəmir yolu xəttindən danışsaq, yenə də Sabunçunun adını eşidərik. Məhz SSR məkanında ilk elektrikləşdirilmiş xətt Bakı, Sabunçu, Suraxanı xəttidir. Ümumiyyətlə isə 20-ci əsrdə ölkəmizdə bir çox vağzallar və stansiyalar tikilir. Hələ o vaxtdan Bakıdan Naxçıvana qədər dəmir yolu xəttinin inşası planlaşdırılırdı. – 1918-ci ilə qədər artıq Culpoya qədər dəmir yol çəkilməsi üçün layihələr hazırlanırdı. Amma Bakıdan Ələt, Ələtdən isə Mincivana qədər yol çəkilmişdi. Amma məsələnin maraqlı tərəfi budur ki, Mincivandan Culpoya çəkilmək üçün indi çox populyar olan Zəngəzur dəhlizi ki var. Bu plan Cumhuriyyət hökumətinin 1919-cu ildə hazırladığı planda var idi. Və bunun inşası üçün plan hazırlansa da, demək, həmin ərazilər, Zəngəzur ərazisi, söhbət 19-cu ildə gedir, erməni quldur dəstələri ilə doluydu. Ermənilər həmin ərazilər ki, dəmir yolu çəkiləcəkdi, onları top ateşinə tuturlar. Və bu iş artıq ondan sonraki Azərbaycan Xalq Cumhuriyyətinin ərazisi Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra artıq bu məsələ nə az nə çox 20 il dayanır. Bir vaxtlar neft və neftçilərin daşınması ilə məşğul olan Sabunçu vağzalı həm də sakinlərə xidmət göstərir. Uzun müddət istismardan sonra yenidən qurma işlərinə ehtiyac yaranır. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bakı Sabunçu xəttində yenidən qurmaya başlanılır. Və 2019-cu ildə Sabunçu vağzalının yeni binası sakinlərin istifadəsinə verilir. Vağzal binası ümumilikdə 3 mərtəbədən ibarətdir və ümumi sahəsi 4,1 min kvadrat metrdir. Layihəyə əsasən vağzal ərazisində 2 yeraltı keçid inşa edilib. Həmçinin gözləmə zalı, bilet satış məntəqəsi, eskalator və turniketlər də vağzal binasında quraşdırılıb.
Vağzal binasının 3-cü mərtəbəsində neft sənayesində dəmir yollarının rolundan bəhs edən foto şəkillər sərgilənir. Məsələn, bu foto şəkil. Balaxanıdan neft daşıyan vaqonlar əks olunub. Şəkil təxminən 1880-1900-cü illər arasında bir dövrdə çəkilib. İllər ötdükcə hər şey müasirləşir, dəyişir. Hətta ayrılıqlarda. İndi bir toxunuş, bir video zəng, romantik, dramatik ayrılıq anlayışına belə bir soyuqluq qatır. Bu səbəbdən nə limanlar, nə də vağzallar əvvəlki kimi duyğu dolu ayrılıqlara şahidlik etmir. Bilirsiniz, bugün müasir dövrdə vağzallardan qəhrəmanların yola salması o qədər də inandırıcı alınmayacaq. Çünki bugün müasir dövrdə müxtəlif ölkələr ancaq təyyarə ilə uçurlar. Və bizdə, məsəl üçün Azərbaycanda dəmir yol ancaq ölkə daxili istifadə olunur. Ola bilər hansısa filmdə ölkə daxili əgər nəsə çəkilişlər varsa, ya hansısa bir filmin epizodu ölkə daxili baş verir hadisələr istifadə oluna bilər. Amma çox az miqdarda. Kinematograf dəmir yol mövzusuna, dəmir yol vağzalına müraciət etdi. Bakıda, Bakı Kino Studiyasında Litvinov familiyalı bir rejissor Əvəz-əvəzə adlı bir film çəkir. Bu film macəra janrında çəkilmişdi. Hadisələr Bakıda və Kislovodskda cərəyan edirdi. Və filmin qəhrəmanları Bakıda qatara minib Kislovodskaya gedirlər və orada onların başına müxtəlif macəra hadisələri baş verir. Bir qədər bu filmdə detektiv elementlər də vardı. Vağzal filmlərdə əsasən görüş və vidalaşma yeri kimi istifadə olunurdu və bir çox filmlərdə vağzal səhnəsi həm də bəzi komik, belə yumoristik elementlər kimi də istifadə olunur. Məsəl üçün deyim ki, 1955-ci ildə çəkilmiş Bəxtiyar filmində filmin qəhrəmanı Saşanın xalasını avtomobilə mindirib aparırlar Biləcəri vağzalına, orada onu mindirib qatara göndərirlər Bakı vağzalına. Yəni belə bir macəralı, gülməli bir epizod var o filmdə. Poetik, lirik ab-hava məhz dəmir yol vağzalı vasitəsilə, yəni 50, 60, 70-ci illərdə ötən əsrin filmlərində daha çox göstərilir. Yusif, mən hardayam? Bakıda, siz hara, bura hara? Heç soruşmayın Yusif. Bu laf min bir gecə nağılına bənzəyir. Bilirsinizmi? Əvvəlcə məni götürüb qaçırdılar. Sonra da Saşanı qaçırdılar. Budur bax, mən tapıldım, amma Saşa... Yaxşı, bəs Saşa hardadır? Saşa oralardadır. Bu dəfə biz sizə Sabunçu vağzalına xəbər verdik. Növbəti həftədə, növbəti vağzalda görüşmək ümidi ilə. Hələlik.